Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidil mursalin. La havle ve la kuvvete illa billah. El-aliyyil azim. Allahümme iyyâke na'budu ve iyyâke nesta'in. Möhtərəm qardaşlarınız, müminlər, inşallah artıq müqəddəs gecələrdə qərar tutmuşuq. Artıq İhya gecələri başlamışdır. Yəni İhya gecəsi bilirsiniz ki, mümin üçün çox önəmli vaxtdır. Ramazan ayının gecələrinin ən fəzilətli gecələrindən hesab olunur. Əgər onu haqqı ilə biz əda etsək və riayət edə bilsək, gecənin əməllərinə diqqət etsək və gecədə öz əməllərimizə, öz ruhumuza, öz mənəvi məqamlarımıza diqqət edə bilsək, o zaman İhya gecəsi bizim inşa olunmağımızda, bizim yetişməyimizdə, ləyaqətə gedib çatmağımızda, təqdirə və qədərə gedib yetişməyimizdə, qiymətə çatmağımızda özünə məxsus bir rol oynayacaq inşallah. Yəni bilirsiniz, Ramazan ayı əvvəldən axıra qədər imtahandan ibarətdir, sınaqdan ibarətdir. İbtiladır bu, bir sınaqdır, bir təcrübədir, bir yaşamdır. Mömin üçün yeni bir yaşam, yeni bir həyat tərzidir. Mömin özünü yeni bir həyatla sınayır, yeni bir hərəkətlə sınayır, yeni bir duyğularla sınayır, yeni bir düşüncələrlə sınayır, yeni ibadətlərlə sınayır. Yəni 11 ayda görmədiyin şeyləri, 11 ayda eşitmədiyin şeyləri eşitməlisən. 11 ay ərzində etmədiyin əməlləri etməlisən. 11 aydakından fərqli bir həyat tərzinə sahib olmalısan. Təkcə yemək və içməklə fərqlənməməlidir. Ramazan ayı bizim ümumi cəmaatımız üçün digər aylardan yemək və içməklə fərqlənən bir aydır. Zahirən. Amma bu mömin üçün bu cür olmamalıdır. Təqva sahibi üçün bu cür olmamalıdır. Təqva sahibi üçün Ramazan ayı təkcə yemək və içməklə fərqlənməməli, başqa şeylərlə fərqlənməlidir. Yəni nə mənada? Yəni mömin özü üçün bir yol seçməlidir. Yeni bir yol açmalıdır, yeni bir cığır açmalıdır həyatında. İbadətlərlə yeni bir cığır yaratmalıdır. Bəs o cığırın, o yolun, o həqiqətin, Allaha doğru gedən yolun bir həqiqətdir, bir haqdır, haqq yoludur. Onun açılmasında Qədir gecələrinin çox böyük rolu və önəmi vardır. Və Qur'anın biz ayələrini ümumi şəkildə mən sizə xülasə olaraq desəm, yəni duaya və ibadətə verilən önəm haqqındakı ayələrin üzərində bir düşünsək, tədəbbür etsək bu ayələri, ayələr sanki bizə demək istəyir ki, yəni bu ibadətlər sizdə nəsə yaradacaq. Bu istixvar, bu tövbə, bu gecəni oyaq qalmaq, bunlar yeni bir şəxsiyyət qazanmaq üçündür. Yeni bir amal üçündür. İstər fərdi olsun, istər ictimai olsun. Ona da diqqətinizi çatdırım ki, ümumiyyətlə, ibadətlərin ruhu daha çox insanın fərdi həyatına uyğundur. Yəni, ibadət fərdi olunduğu zaman daha çox mənəvi məqamları insan qazana bilər. Baxmayaraq ki, ictimai ibadət, toplum halında olan ibadət, fərdi halında olan ibadətdən üstündür. Bunu heç kəs inkar edə bilməz. Rəvayətlər də bunu gəlib deyir ki, toplum halında olunan namaz, toplu halda olunan dua, toplu halında tutulan oruc, cəm halında olunan ibadətlər savabı, həsənəsi qat-qat üstündür. Hətta hədislərdə ki, 26 dəfə fərdi namazdan cəmaət namazı üstündür. Amma bu başqa bir cəhətdən və yöndəndir. İnşallah onu izah edəcəm ki, niyə biz ictimai ibadətə daha çox üstünlük verməliyik? Niyə bir ibadəti fərdən yerinə yetirdiyimiz zaman daha çox mənəvi məqam əldə edirik? Amma buna rəğmən fərdi halda deyil də cəmə qoşuluruq. Bunun nə hikməti vardır? Bunu izah edəcəm. Amma bunu deyim ki, İslamın ruhu, ibadətin ruhu, duanın ruhu insanın fərdi həyatına daha çox təsir edir. Yəni sən tək çəkildiyin zaman bir güşəyə, ibadət etdiyin zaman, tək çəkildiyin zaman bir güşədə, gecəni oyaq qaldığın zaman, tək çəkildiyin zaman bir
güşəyə, orada səhərə qədər dua etdiyin zaman daha çox mənəvi hallar qazanırsan, nəinki cəmaatla birlikdə etdiyin zaman. Niyə görə belədir? Bunun səbəbi ondan ibarətdir ki, əzizlər, sən tək olduğun zaman başqa bir ruha sahibsən. Cəmaatla olduğun zaman başqa bir ruha sahibsən. Tək olduğun zaman başqa insansan. Cəmaatla olduğun zaman başqa insansan. Niyə görə? İnsan təsirlərdən təsirlənən varlıqdır. Yəni insan hər insandan başqa biridir. Yəni mən hər bir insandan onun ruhuna görə danışdığım üçün, onun ruhuna görə mənim ruhum dəyişir. Hər bir insanla eyni münasibəti saxlamaq, eyni rəftarı qoruyub saxlamaq ümumiyyətlə qeyri-mümkündür. Mümkün deyil. Məsələn, ariflər deyir ki, siz üçün qeyri-mümkündür. Biz üçün müyəssərdir. Amma sizə qeyri-mümkün deyildir. Onun da səbəblərini izah edir. Məsələn, arifə görə, məsələn, tutaq ki, övliya, Allah dostu. Quranı dinləndiyəndə bu övliyadır. İrfanı dinləndiyəndə arifdir. Fərqi yoxdur. Adım dəyişir. Övliya o insana deyilir ki, həmin insan elə bir mənəvi mərkəzə sahibdir ki, o mənəvi mərkəz elə böyük bir mənəvi enerjidədir ki, heç bir mühit onu dəyişə bilmir. Məsələn, pulların yanına gedəndə də həmin mənəvi mərkəz işə düşür, qoymur insan dəyişsin, eyni insandır. Kasıb insanların içində olanda həmin mənəvi mərkəz yenə işə düşür, insanın ruhun içində də o, qoruyan, insanı qoruyan hafiz, Əleyhisselam deyir, insanın, siz əgər günahdan qorusanız özünüzü, o zaman sizin içinizdən də bir mərkəz sizi qoruyacaqdır. Mənəvi bir məqam əldə edir insan, ona deyir mənəvi mərkəziyyət, irfani bir mərkəz, qəlbdə deyə bilərik ona, Allahla yaxınlaşmış bir qəlbdə demək olar, Allahla ünsiyyətdə olan bir qəlbdə demək olar, Allahla qucaqlaşmış bir qəlbdə demək olar, Allahın ağuşunda olan bir qəlb təsəvvür eləyək. Həmin insan hansı ortama düşürsə, heç bir ortamın təsirindən təsirlənmir. Ya həmin ortam onu dəf edir, o ortamdan uzaqlaşır və sən görür ki, mümkün deyil bu ortamda, bu mühitdə nə etmək? Durmaq. Ya onların təsirinə düşəcək, onlar kimi olacaq, ya da oranı tərk edəcək. Əgər üç cür insan, üç cür nə edə bilər? Əksləməl göstərə bilər. Bunları yadda saxlamaq lazımdır. İstənilən ortamda. Ya həmin ortamın ruhuna uyğun şəkildə əyiləcəksən, formalaşacaqsan, o cür əməl edəcəksən, ya dəf edəcəksən, onlar səni dəf edəcək, onu tərk edəcəksən, ayrılacaqsan, yolu dəyişəcəksən, istiqaməti dəyişəcəksən. Alkidir, fə'rizənil cahilin. Cahillərdən üz döndürər. Niyə Quran deyir? Fə'rizənil cahilin. Çox girdi, baxın, deyir, fə'mur bil-urf, yaxşılıqları əmr et, fənhə anil münkər, pisliklərdən çəkindir, və'rizənil cahilin. Cahillərdən üz döndür, ya Peyğəmbər. Niyə görə? Çünki elə cahil ortamlar var ki, və elə cahil insan var ki, nə onu dəyişmək gücündə deyilsən, nə də ondan təsirlənməmək gücündə deyilsən. Mütləq eraz eləməlisən, üz döndərməlisən. Və hətta bir ayə var Quran-ı Kərimdə deyir ki, əgər bir ortama düşsəniz, ərəbisi mənim yadımda deyil, tərcüməsi, əsas odur məğzini biz bilək də. Deyir, əgər bir ortama düşünsəniz, görsəniz ki, Allahdan qeyrilərinə itaat var, ya daha doğrusu Allahla alay olunur, qeyrilərinə itaat yox, Allahla və Allahın dini ilə ümumiyyətlə məsxərə olunur, o zaman tərk edin oranı. Niyə görə? Tərk edin, qoy başqa söhbəti etsinlər. Niyə görə? Çünki siz ora getdiyiniz üçün bunlar söhbəti dəyişib alay eləməyə başladılar. Onların işi əslən dinlə deyil, əslən tamam dünyəvi insanlardır. Sizi görən kimi, bir ruhani girən kimi məclisin içərisinə və bir müqəddəs insan girən kimi, bir mömin girən kimi həmən bütün mövzu dəyişir. Dində filan şey var, niyə belədir? Yəni, dindarlar hamısı azğındırlar, dindarlar hamısı gizlində başqa iş görürlər, zahirdə başqa iş eləyirlər. Söhbət dəyişir və dinlə alay eləməyə başlayırlar. Deyir, sən əriz, onlardan üz döndər ki, başqa işlə məşğul olsunlar. Başqa söhbətlə məşğul olsunlar. Çünki bu, sənə görə yaranan bir söhbətidir. Deməli, bir mömin, əgər vəlidirsə, o üç əməldən üçüncüsü nədir? Üçüncüsü odur ki, yox, nə onların təsirinə düşürsən, nə eraz edirsən, sən təsir qoyursan, sən dəyişdirirsən oranı.
Sənin ruhun hakim olur və nə qədər ki oradasan, o ilahi ruh, o iman ruhu hakim olur ortama və onlar səndən təsirlənirlər. Əgər belə bir ruha sahibdirsə biri, sizlərdən biriniz, əhlən və səhələn, nə gözəl. Halbuki bu ruha sahib olanlarımız həddən artıq azdır. Niyə? Çünki bu irfani bir məqamdır. Bu bir vilayət məqamıdır. Vəli olan, vəli sözü də bilirsiniz də, yəni yapışmış mənasını ifadə edir. Allahın dostu, yəni Allaha sanki yapışıb, o qədər yaxındır. Övliya, yəni Allahla ünsiyyətdə olan, Allahdan öyrənən, Allahdan sanki ilham alan, Allah'a sanki görər kimi əməl edən bir insan. Peyğəmbər demir, ya Əbazar, xəfillah kəənnəhu tərək. Ey Əbazar, Allahdan elə qorx ki, sanki onu görürsən. Fəin ləm təkun tərəhu, fəinnahu yarək. Sən onu görməsən, amma bil ki, o səni görür. Yəni, tutaq ki, Əbuzar kimi insanlar təbii ki, övliyadırlar, vəlidirlər. Onlar necə Allahı görər kimi onlar əməl edirlər. Yəni, həmin insan bir ortama düşdüyü zaman, məsələn, Əbuzar bir ortama düşdüyü zaman, və Əli bir ortama düşdüyü zaman, bir mühitə düşdüyü zaman nə edirdi? Həmin mühiti alt-üst edir, çevirirdi. Onun ruhu o qədər güclüdür ki, o qədər imanı o qədər güclüdür ki, həmin mühiti nə edir? Dəyişdirir, alt-üst edir, xeyrə doğru. Deməli, bir insanın imanının bu qədər güclü olmasının səbəbi əməldən doğur, ibadətdən doğur, duadan doğur, yəni tövbədən doğur, təthirdən doğur, yəni paçlamaqdan doğur. İnnəllah yuhubbut tavvabin və yuhubbul mutatahhirin. Sözümün məğzi vardır, nə demək istəyirəm? Məğzi ondan ibarətdir ki, İslamda olan ibadətlər insanın tək ruhu ilə uyğundur, cəm ruhuna uyğun deyil. Yəni biz 10 nəfər bir yerdə ibadət etdiyimiz zaman qazandığımız mənəvi məqamla tək bir yerdə ibadət etdiyimiz zaman qazandığımız mənəvi məqam eyni ola bilməz, mümkün deyildir. Ona görə deyilir ki, müstəhəb namazları, gecə namazlarını tək qılın. Niyə görə? Çünki vacib namazları cəm qılırsınız. Amma cəmin ruhu isə təsir edir. Yəni, bir insan təsəvvür edin ki, cəmaət namazı qılır, həmin namazda minlərlə insan var, yüzlərlə insan var. Və ya bir ortamda namaz qılır, 100 nəfər onu müşahidə edir. Bu insan namaz qıldığı zaman kənardan Allahdan qeyrilərinin də ona baxdığını görür. Allahdan qeyrilərində nəzarətdə olduğunu hiss eləyir. Sən istəsən də, istəməsən də bu sənin ruhunda təsir qoyur. Yəni, ən azından onlara görə əməl etməsən də, İstəmirsən ki, onlar sənin ibadətindən desinlər ki, bu zəif ibadət elədir. Bunu istəmirsən, ən azından. Məsələn, bir insan namaz qılanda təbiidir ki, ixlasla qılır. İstəmir ki, ətrafdakı insanlar ona baxsınlar, desinlər ki, bu nə gözəl namaz qılır. Amma bunu istəmir, təbii ki, qəbul etdik. Amma həm də istəmir ki, ətrafdakı insanlar desinlər ki, bu nə pis namaz qıldı. Ən azından bunu istəmir də. Bu qədər sən nəzərə alırsansa, ətrafdakı insanların sənin ibadətinə baxmağını, deməli Allahdan qeyrisini nəzərə aldı. Ona görə də fərdi ibadətlərin ruhu ilə cəm ibadətlərin ruhu arasında fərq vardır. O zaman sual olunacaq. Bəs niyə, nə səbəbə görə deyir cəmaət namazına ged? Aha. Bu İslam dini fərdi din olmadığı üçün, dinimizin ibadətləri fərd üçündür. Həm də toplum üçündür. Amma İslam dini bir şuar olaraq toplum şuarı olduğu üçün sən cəmlikdə namaz qıldığın zaman müsəlmanlara vəhdət nümayiş etdirirsən, düşmənlərə nə nümayiş etdirirsən? Qüdrət. Yəni İslam dini ictimai bir dindir. Sən hesab etmə cəmaət namazına getdiyin zaman sənin ruhun daha böyük şeylər əldə edilir. Əbədən belə deyil. Tək evdə qılsan ondan daha çox ruh əldə edirsən. Amma bundan əlavə başqa şeylər qazanırsan. Sən cəmaət namazına getdiyin zaman özünü tənaha hiss eləmirsən. Özünü bir toplumun hissəsi hiss eləyirsən. Bir vəhdətdə hiss eləyirsən. Və yaxud həcdə biz tək də ibadət eləyə bilərik, amma cəm halındadır bütün ibadətlər. Baxın, hacılar bilir də, ümrəyə və həccə gedənlər bilirlər. Oradakı ibadətlər heç birisi nədir? Tək deyil. Fərdi deyil, cəmidir. Niyə görə? Çünki orada bir müsəlman müsəlmanlara vəhdət göstərir. Mən də sənin bir parçanam.
Xaricə nə göstərir? Biz gücük, biz birlikdik, biz vəhdədik, bizi məhv edə bilməzsən. Mənəm deyirsən, bunu o deməkdir. Yəni sən həcci yerinə yetirəndə sanki bütün müsəlmanlar toplum olaraq hayqırırlar ki, biz bir vəhdətik, biz gücük, bizdən qeyri olmayanlardan deyilik. Ən azından bizdən qeyri olanların qarşısındayıq. İstər müsbət, istər mənfi mənada başa düşürsün. Yəni, həcc bunu göstərir ki, və ya cəmaat namazı bunu göstərir ki, və ya Ramazan bayramı bunu göstərir ki, Ramazan bayramının ictimai mahiyyəti nədir? Yəni, bizdən olmayanlara deyirik ki, biz bir vəhdətdəyik, hamımız bir ibadət içərisindəyik. Biz sizin qarşınızdayıq, ha? Biz sizə əzilən deyilik. Biz sizə görə öz fərhəngimizdən, öz mədəniyyətimizdən əl çəkən deyilik. Bunu əslən şuardır bunlar hamısı. Hətta Allah da buna deyir şuar. Min şairillah. Deyir ki, həcc Allahın nəyindəndir? Şuarlarındandır. Şuar kim üçündür? Səndən qeyrilə, şu insan özünü şuar elan edə bilər, özü üçün şuar ola bilər xeyr. Ona görə də bu ictimai ibadətlərin fəlsəfəsini biləndən sonra bura getmək lazımdır. Əgər bilmiriksə, başqa şey axtarırıqsa ki, orada mənəviyyat qazanacaq, orada nə bilim, fərdi ibadətlər ondan da çox mənəviyyat insana verir. Sən tək olub oruc olduğun zaman daha çox, dua etdiyin zaman daha çox Allaha yaxınlaşırsan. Nəinki cəmlikdə dua eləndə gözün orada buradadır. Görə kimlə dua edir, kimlə edir? Yəni istəməz insan nə edir? Cild əvəz edir, maska dəyişir. İnsanıq biz. Ona görə Ramazan ayı bir mənada bu gecələr onun üçün müəyyənləşib ki, hər bir insan fərd olaraq neynəsin? Öz şəxsiyyətini formalaşdırsın, qursun. Yəni, fərdin yetişməsi üçündür bu din. Bu ibadətlər daha doğrusu. Dində olan bu ibadətlər fərdi inkişaf etdirmək, insanın irfani və mənəvi məqamları əldə etməsi üçündür. Niyə görə? Çünki insan mənəvi məqamlar əldə etmədikcə bəsirət gözü açılmayacaqdır, görmür. Nə qədər məqamın qalxırsa, biri o qədər çox şey görürsən. Nə qədər çox şey görürsənsə, biri o qədər ucalmaq istəyirsən. Elə deyilmi? Yəni, görmək nədir? Məsələn, sən təklikdə bir dua etdiyin zaman, duadan sonra, qəlbin yumuşalandan sonra elə hisslər sənə daxil olur. Hiss, bu da bilgidir. Hiss, yəni bilgidir özü. Hisslər sənə hakim olur ki, o hisslər sənə bəzi şeylər anladır. Yəni, dünyanın vəfasızlığını anladır. Ölümün həqiqət olacağını anladır. İnsan daim yemək içməkdədirsə, daim kefdədirsə, ölümün nə olduğunu anlaya bilir. Əslən, ölümdən nifrət edir insan. Amma ölüm bir həqiqətdir, reallıqdır. Amma insan dua etdiyi zaman, sındığı zaman, ibadət halında olanda ölümə yaxınlaşır, anlayır ki, bu bir həqiqətdir, reallıqdır. Məni dərk edəcəkdir ölüm. Bir gün məni dərk edəcək. Bu bir elmdir, sənə verildi. Allahın görüşünə gedəcək, bu elmdir, sənə verildi. Nə qədər çox məqamın qalxırsa, vəllezine utul ilm dərəcat. Elm sahiblərinin dərəcələrlə yüksəldirik. Yarfa'ullahul-lezine amanu minkum vəllezine utul ilm dərəcat. Allah sizlərdən iman edənlərin, əməl edib iman edənlərin məqamını ucaldır. Vəllezine utul ilm dərəcat. Elm sahiblərinə dərəcə qaldırır. Yəni sən bir məqamda gördüyün şeyi başqa məqamda görmürsən. Ona görə can atırsan, bir məqamda qalxarsan yuxarı. Ona görə bu əməl, bu ibadətlər ki, tənhalıqda baş verir, yəni İhya gecəsindəki əməllər, gecənin duası, gecənin zikri var, gecənin duası var, gecənin ibadəti var, gecənin oyaq qalması var. Bunları biz etdiyimiz zaman böyük bir neyləmiş oluruq? Böyük bir inqilab baş verir bizim fərdi həyatımızda. Allaha doğru gedişimizdə. Fəfirru ilallah. Allah Quranda deyir ki, Allaha doğru qaçın, gedin. Allah hardadır, ona doğru gedək. Hara getsək, nə Allahdan uzaqlaşırıq, nə yaxınlaşırıq. Allaha nisbətimiz dəyişmir. Hara getsək, fəfirru ilallah. Yəni bu ibadətlərlə Allaha doğru neyini? Yaxınlaşın. Baxın, yəni biz keçən dərsimizdə, Ramazan dərsimizdə dedik ki, ayəni da zikr elədik. Ramazan nə üçündür? Təqvanın hasıl olması üçün. Bəs təqva nə üçündür? Bir yerə daxil olmaq üçündür. Deyir ki, innəl muttəqinə fi cənnatin və uyun. Müttəqilər cənnətdədirlər. Dünyada və axirətdə fərq eləməz. Dünyada da cənnətdədirlər, amma görmürlər.
Amma qəlbləri cənnətdədir. Qəlbin sənin, əgər sən bir insanın görüşünə tələsirsənsə, hər an onun yanındasın. Bir dostla, bir əzizimlə görüş təyin eləmişsən. Bir gündən sonra görüşəcəksən. Hər an onunlasansan. Ta görüşənə qədər. Cənnətdəkilər də elədir. Axizinə ma atahum rabbuhum. Allahın ona verdikləri, onlara əta olunanları əxz eləyirlər. Dünyada da əxz eləyir. Hər an, hər dəqiqə. Yəni Ramazan ayı bir cənnətdən bir bağça təsəvvür edir. Ramazan ayını cənnətdən bir bağça təsəvvür etdiyin zaman bu təfsir eləmir, bu dərsdir. Yəni bu ayələrin təfsiri cənnətə aiddir. Amma bu gün üçün də bunu eləyə bilərik. Axizinə ma atahum rabbuhum. Onların Rəblərinin onlara verdiklərini əxz eləyirlər. İnnəhum kanu qablə zalikə muhsinin. Onlar dünyadaykən necə insanlardılar? Muhsin, yaxşı insan, yaxşılıq eləyirdi. Sonra nə inirdi? Kanu qalilən minəl leyli ma yəhcəun. Bax bu gecəyə aiddir. Gecədən çox azını yatırlar. Kanu qalilən minəl leyli ma yəhcəun. İndi texnologiya əsri elə olub ki, onsuz da insanlar gecənin çox hissəsini yatmırlar. Amma burada söhbət o oyaqdan söhbət getmir. Yəni sən gecə oyaq qalırsan, amma texnologiya ilə məşğulsan, telefonla, insanlarla ünsiyyətdəsən, sosial şəbəkələr vasitəsilə. Yox, Allahla ünsiyyətdə olaraq ayaqda qalmaqdan söhbət gedir, oyaq qalmaqdan. Nəinki insanlarla ünsiyyətdə olaraq oyaq qalmaq. Xeyr, insan var günahla ünsiyyətdədir səhərə qədər. Günah içindədir. Kanu qalilən minəl leyli ma yəhcəun. Onlar deyir ki, gecənin çox az hissəsini onlar neynirlər? Yatırlar, oyaqdırlar. İhyanın mənası budur. Quran bunu deyir. Və bil əsxarihum yəstəğfirun. Yəni insanın ruhu da biz binaya bənzətsək, onun da inşaya ehtiyacı vardır. İnşaya. İnşa bilirsin nə demək? Yaradılışa ehtiyacı var. İnsanın ruhunun qurulmağa ehtiyacı vardır. Bunun əvvəli başlayır ibadət etməklə, ayaq üstə, rükû edərək, səcdə edərək, ibadətdə keçirirsən. Sonra nədir? İstiğfar. Yəni sən düzdür, qurursan. Amma o tərəfdən dağılır axı. Dağılan yeri nə etməlisən? İstiğfarla nə etməlisən? Mənim əlimdən gələn budur, ya Rəbbim. Yəni mən onsuz da xətakar biriyəm. Mən onsuz da istər deməli özümdən asılı olmayaraq gözümə riayət eləyə bilmirəm, dilimə riayət eləyə bilmirəm, qulağıma riayət eləyə bilmirəm. İstər-istəməz alay edirəm kiminləsə, istər-istəməz kiminləsə yersiz zarafatlar da edirəm bəzən. İlləlləməmə var, odur. Allah deyir ki, sizin böyük günahlarınızı bağışlayar. Əgər deyir, böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı bağışlayar. O kiçik günahlar ləməm. Ləməm nədir? Yəni, arada sırada eləyir, yəni bəşərdir. Xətalar eləyir. Onu nəylə insanı inşa etməlidir, yerini nəylə doldurmalıdır? İstiğfarla. Haçan? Səhər vaxtı. Hər zaman yox. İşdə, orada, o səmimi istiğfar deyil ki, insanların huzurunda. Gəlin, toplum halında istiğfar elə. Eləyək, yaxşıdır. Amma Quranın ruhuna bu uyğun deyil. Elə onu da elə. Amma bunu həyatın əsas bayrağı etmə. Həyatın əsas ələmi etmə. Həyatın əsas bayrağı, əsas şüarı təklikdə olan istiğfar olsun. Səhər vaxtı, bil əshar. Ki, sübh namazda yaxınlaşırsan, səhura durursan. Həmin vaxt istiğfar elə ki, o vücudun dağılan yönlərini təmir etsin. Ruhun, indi sual olunur ki, deyərlərsə, ya biz haramız dağılıb, biz görmürük axı. Bir insan mənəvi vücudunu görə bilmir axı. Mənəvi vücudunu görə bilsək biz dayanamırıq, bağrımız çatır, ölərik biz. Dəhşətə gələrik. Mənəvi vücudumuzu görsək, məsələn, insan var gedir, evdə köynəyini çıxardır, dəhşətə gəlir, görür ki, bədənində nə qədər yaralar meydana gəlib, sızğalar meydana gəlib, qaralmalar meydana gəlib. Öz bədənindən qorxur. Öz simasına baxır, güzgüdə görür şişkinliklər mi, qorxur simasından. İndi insan da, insana bir göz verilsəydi, və ya insanda olan həmin göz açılsaydı, öz mənəvi vücudunun dağıntılarını görsəydi, yaşaya bilərdi o vücudundan? Yox, yaşaya bilməzdi ki. Ürəyi partlayardı insanın. Görmürük, amma təsirlərini hiss edirik ki, nəsə düz getmir. Nəsə mənəviyyatımızda nə var? Çökmələr var, boşluqlar var. Onu istiğfarla nə etməlisən? Təmir etməlisən. Və fil ənval haqqun lis-saili vəl-məhrum. Bununla da kifayətlənmə. Axı qazandıqların var özündən qeyriləri. Özündən qeyrilərini düşün. Mərhuma, sailə, haqqı üzərində olanların haqqını ver. Sonra nə deyir? Və fil ərzi ayatun lil-muqinin. Bütün bunları nə üçün etməliyik?
Çünki deyir, ayələr və nişanələr var. Onlar sizə Allaha çağırır. Bilin ki, onun huzuruna gedəcəksiniz. Və fil ərzi ayatun lil muqinin. Yəqinə çatmaq istəyən insanlar üçün yer üzü ayələrlə doludur. Nişanələrlə doludur. Və fi enfusukum əfəla tubsirun. Bir də sizin öz vücudunuzda o nişanələri biz görmüşük. Görmürsünüz. Yəni sənin öz vücudundan deyir, Allaha səni götürən elə ayələr, nişanələr var ki, ruhun dərinliklərində. Sən öz gözünü açsan, o ruhun dərinliklərində olan o nişanələri görərsən, o ayələri görərsən və səni fərd olaraq Allahın huzurunda çatdırar. Yəni ibadətlərin bu fərdi mahiyyəti bundan ibarətdir. İnşallah mən Zümər surəsində də bəzi ayələri demək istəyirdim. Vaxtımız az oldu. İnşallah gələn dərs onları izah edəcəyik. Assalamu aleykum.